Neslihan Atagül sosyal medya hesabında ailevi tətilindən yeni görüntülər paylaşıb. Dəniz kənarında çəkilən fotolarda aktrisa həyat yoldaşı Kadir Doğulu və evladı ilə birlikdə xoş anlarını izləyiciləri ilə bölüşüb. Səmimi və təbii görüntüləri ilə diqqət çəkən paylaşım qısa zamanda çoxsaylı bəyənmə və şərhlər alıb. Görüntülərdə ailənin yaxtada dincəldiyi, günəşli havadan və dəniz mənzərəsindən zövq aldığı görünür. Xüsusilə Neslihan Atagül'ün evladı ilə birlikdə görüntüləri izləyicilərin diqqətini çəkib. Aktrisa paylaşımına isə qısa şəkildə Kore yazaraq ürək və əlləri birləşdirən emoji əlavə edib. Atagül'ün bu səmimi paylaşımı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər ailəyə xoşbəxt və gözəl günlər arzulayan çoxsaylı mesajlar yazıblar.